Salam, sabahınız xeyir olsun. 24 fevral 2026-cı il tarixidir. Ramazan ayının 6-cı günü, Ramazan ayının ilk həftəsinin ilk ikinci çərşənbə axşamı günüdür. Bugün 24 fevral Novruz çərşənbələrinin birincisi olan su çərşənbəsi günüdür. Həm su çərşənbənizi təbrik edirəm, həm də niyyət edib oruç tutanların, tutduqları oruçların qəbul olunmasını arzulayıram. Su çərşənbəsində demək, bütün niyyətlərimiz, arzularımız həyata keçsin deyirəm. Su çərşənbəsi də hər birimizə, eləcə də bütün şəhid ailələrini, qazi ailələrini salamlayır, can sağlığı arzulayıram. Hər birinə, şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Bununla yanaşı 24 fevral günündə su çərşənbəsində yerinə yetirilən bütün inancların qəbul olunmasını arzulayıram. Su çərşənbəsinə aid şeir deyirəm. Ormanların gözü açıq, bulaqların gözü açıq, durnalardır uçub gələn qaqqıldaşa, qaqqıldaşa. 24 fevral günündə kimlər işləri ilə məşğul olur, həm iş yerlərində, həm evlərində hər birinə can sağlığı, iş avadlığı, bol ruzi, bərəkət arzulayıram, bol qazanc arzulayıram. Bununla yanaşı 24 fevral günündə kimlər təhsili ilə məşğul olur, həm demək məktəblərə, həm orta ixtisas, həm də ali məktəb tələbələrinə demək, zehin açıqlığı, can sağlığı, iş avadlığı arzulayıram. Qarşılarına qoyduqları hədəfə, məqsədə çatmalarını arzulayıram. Həm Azərbaycan Respublikası üçün, həm bütün dünya üçün faydalı, əhəmiyyətli kadrları olaraq yetişmələrini arzulayıram. 24 fevral günündə kimlərin rəhmətə gedəni var, Allahdan rəhmət, səbir diləyirəm. 24 fevral günündə kimlərin xəstələri var, Allahdan şəfa diləyirəm. Qazilərimizə can sağlığı, Allahdan şəfa diləyirəm. 24 fevral günündə demək, kimləri ki, ad gününü, şad gününü qeyd edirlər, onları təbrik edirəm. Düşərli olmasına, arzularına çatmalarını, xoşbəxtlik əldə etmələrini arzulayıram. 24 fevral günündə də tarixə nəzər salsaq, bir neçə tarixi günlər vardır. Bunlardan 24 fevral 303-cü ildə Roma İmperatoru Diokletsiyanın xristianlığı qadağan edən fərman verdiyi gündür. 24 fevral 1582-ci ildə Papa 13-ci Qriqoryan təqvimini təqdim etdiyi gündür. 24 fevral 1918-ci ildə Estoniyanın müstəqilliyini elan etdiyi gündür. 24 fevral 1920-ci ildə Münhendə Nasional Sosialist Fəaliyyət Partiyasının yaradıldığı gündür. 24 fevral 1955-ci ildə İraq və Türkiyə arasında Bağdad Paktının imzalandığı və sonradan buraya İran, Pakistan və Böyük Britaniyanın qoşulduğu gündür. Bununla yanaşı isə 24 fevral 1989-cu ildə Ayətullah Xameyni Şeytan Ayələri kitabının müəllifi Salman Rüşdini öldürməyə görə 3 milyon Amerika Birləşmiş Ştatları dolları vəd verdiyi gündür. 24 fevral həm də 1991-ci ildə Körfəz müharibəsində çox millətli qüvvələrin İraqa qarşı Səhrada tufan əməliyyatını başa çatdırdığım və Səhra qılıncı əməliyyatı başladıqları gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.